Salam uşaqlar, axşamınız xeyirli olsun. Biz bu günlər sizlə sətirlərdə və siyahılarda elementlərə, indekslə necə müraciət etmək olar, onu öyrənəcəyik. Əvvəlcə bir baxın, dəyişən adı götürürəm. A dəyişəni qısaca olaraq ona bir string tipdə, yəni sətir tipində element qiymət mənimsədirəm. Yəni informatika sözünü mənimsədirəm bura, informatika. Sonra mən indi baxın, sizə bir sual versəm ki, uşaqlar, informatika sözü neçə simvollu sözdür? Saysanız 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 simvollu sözdür. Amma biz sayarkən birdən başlayaraq saysaq da, indeksləyərkən sıfırdan başlayaraq indeksləyirik. Məsələn, A kvadrat mötərizədə 0 yazsam, bu birinci elementi, yəni 0-cı indeksdə yerləşən elementi ekrana çıxartmış olacaq. Yəni biz indeksə müraciət edərək elementi ekrana çıxarda bilərik. Dərs gəlmə, burada 2 i var. Niyə görə? Hansı i-ni çıxardır? Bunu yoxsa bunu? Uşaqlar, biz necə sayanda əvvəldən başlayaraq sayırıqsa, indeksləyərkən də əvvəldən başlayaraq indeksləyirik. Yəni 0-cı indeks budur. Bu 1-dir, bu 2-dir, bu 3-dür, bu 4-dür, bu 5-dir, 6-dır, 7-dir, 8-dir, 9-dur, 10-dur. Əgər mən 8 yazsam, artıq bu i çıxmış olacaq. Amma 0 yazdığıma görə 0-cı indeksdə bu birinci yerləşən i olduğuna görə elə həmin i ekrana çıxmış olacaq. Deyə bilərsiniz ki, mən sadəcə bir simvolu ekrana çıxarda bilərik. Xeyr, biz sizlə modifikasiyalı alqoritmi keçəndə demişdim sizə birinci simvol, sonuncu simvol və addım sayı olurdu. Burada da eynidir. Məsələn, A kvadrat mötərizəsini açmışam, deyirəm 2 nöqtə, desəm ki, məsələn 7. Baxın, burada başlanğıc bu birincidir, bu da sondur. Deyə bilərsiniz ki, mən bəs addım o hardadır? Mən sizə demişəm ki, əgər üçüncü rəqəm yoxdursa, deməli addım sayı standart halda 1 vahiddir. Yəni 2-dən 7-yə qədər 1 vahid artacaq. Deyirsiniz ki, mən bəs 7-ci simvol bura aiddir? Xeyr, 7-ci simvol aid olmayacaq. Ümumiyyətlə, niyə görə aid olmayacaq? Mən sizə alqoritm dərsində izah eləyəndə blok sxemdə demişdim, təkcə alqoritmdə, modifikasiyalı alqoritmdə sonuncu rəqəm daxildir. Pythonda isə bu daxil deyil. Baxın, gəlib yazdım, forma çıxdı. Gəlin indi biz bunu analiz eləyək, görək doğrudan da forma sözü çıxmış olacaq. Bir dəqiqə. Deməli. Bu 0-cı idi, bu 1-dir, bu 2-dir. Düzdür, buradan başlayacaq. Bu 3-dür, bu 4-dür, bu 5-dir, bu 6-dır, bu da 7-dir. Baxın, 2-dən başladı. Bir vahiddə əslində burada dediyim kimi görünməz bir 1 var. Bir vahid artacaq 7-yə qədər. 3-cünü, 4-cünü, 5-cini, 6-cını. 7-cini görürsünüz çap eləmədi. Yəni 7-ci hərf T hərfidir, onu çap eləmədi. Çünki bu sonuncu simvolu, bu son simvoldur. Bu da ilk simvoldur. İlk simvol nəzərə alınır, amma son simvol nəzərə alınmır. Bəs deyə bilərsiniz ki, mən bəs bir vahid yazmayaq, belə deyək də, bir neçə vahid artırsaq, yenə də yaza bilərəm. Baxın, birdən başlasın, sonuncusu olsun, tutaq ki, 9. 9 olmasın, 10 yazaq, 10. Ondan sonra 2 vahid artsın. Yəni burada nədir bu? Sadəcə olaraq tək indeksdə yerləşən elementləri ekrana çıxartmış olacaq. Enter klavişini basan kimi tək indeksdə hansı elementlər yerləşirdi? Gəlin buradan yazaq. Tək indeksdə yerləşən elementləri biz nə demişdik? Demişdik, elə bunu çəkim. 1, 10 və 2. 1, 10 və 2. Üzərində göstərək. Deməli, bu 0-dır, bu 1-dir. 1-dən başlayacaq. 2-dir, 3-dür. Artıq 2-ni görməyəcək, çünki 2 vahid. 1-dən başlayacaq. Ondan 2 vahid sonraki simvol 3-cü simvoldur, odur. Ondan 2 vahid sonraki simvol 5-in M-dir, yəni 5-ci indeksdə yerləşən elementdir. Ondan 2 vahid 7-də yerləşən elementdir, T-dır. Ondan 2 vahid sonra yerləşən element isə 9-cu indeksdə yerləşən element, o da K-dır. Burada son 10 olduğuna görə onsuz da onu götürməyəcək. Növbəti 2 vahid 11-ə düşür. Amma bizdə 11 olmadığına görə, ümumiyyətlə 10 dənə indeks olduğuna görə onsuz da bu burada bitmiş olacaq. Nələr olacaq? Baxın, baxaq. 1-dən başlamışdı. N doğrudur. Sonra O 3-cü indeksdə, 5-ci indeksdə M, 7-ci indeksdə T və 9-cu indeksdə K elementləri.
Yəni özünüz istədiyiniz ardıcılığı buraya yaza bilərsiniz. Hətta mənfi belə deyək də indeks də vermək olar. Deyə bilərsiniz ki, mənfi indeks necə olur? Baxın, müsbət sıfırdan başlayaraq müsbət indeks soldan sağa doğrudur. Mənfi indeks isə sağdan sola doğrudur. Gəlin bir baxaq. Deyirəm A-nın mənfi birinci indeksdə yerləşən elementi. Mənfi birinci indeksdə yerləşən elementi A hərfidir. Yəni bu sonuncu A-dır. Bəs o necə olur? Gəlin onda baxaq. Deməli, baxın, bu 0-dır, bu 1-dir, bu 2-dir, bu 3-dür, bu 4-dür, bu 5-dir, bu 6-dır, bu 7-dir, bu 8-dir, bu 9-dur, bu 10-dur, düzdür? İndi gəlin bunun mənfisini aşağıda yazaq. Mənfi buradan başlayacaq artıq. Mənfi 1-dir, mənfi 2-dir, mənfi 3-dür. Baxın, bu formada davam edəcək. Buradan bura müsbət qiymətlərdir. Buradan sağdan sola isə mənfi qiymətlərdir. Mənfi indeksdir yəni. Mənfi 1-də A olduğuna görə elə mənfi 1-i, yəni A-nı ekrana çıxartmış olacaq. Mənfi qiymətlərdə bəs biz indeksləmə apararkən belə bir şey yaza bilərikmi? Əlbəttə ki, yaza bilərik. Məsələn, burada mənfi 1 yazıram. Sonuncusu harda bitəcək? Mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5, mənfi 6, mənfi 7, mənfi 8, mənfi 9, mənfi 10 və mənfi 11. Birdən başladığımıza görə elə mənfi 11 burada bitəcək. Məsələn, mən yaza bilərəm ki, A kvadrat mötərizə mənfi 1-dən başlasın. Mənfi 1-dən başlasın. Başlanğıcı mənfi 1 olsun. Neyləsin? Get-gedə artırsın. Yəni sona qədər mənfi 1-dən mənfi 11-ə qədər bunların da aralığı olsun mənfi 2 addım. Gəlin buna baxaq. Nə çıxdı bizdə? A, I, A, R, F. Baxaq görə niyə belə çıxdı? Baxın, gəlirəm bunun üzərində. Yenisini hər dəfə açıram ki, qarşıma olmasın. Mənfidən başlayacağım. Mənfi 1 bura idi, düzdür? Və mənfi 11 də elə bura idi. Mən nə dedim? Mən dedim ki, mənfi 1-də mənfi 11-ə kimi, mənfi 11 onsuz daxil deyil, mənfi 2 addımla. Birinci onsuz A-dır, yəni bu mənfi 1-dir. Sonra bu mənfi 1-dən, baxın, mənfi 1 üstünə gələndə mənfi 2 neçə eləyəcək? Mənfi 3. Mənfi 3 harada yerləşir? Mənfi 1, mənfi 2, mənfi 3. Bu mənfi 3-dür. Mənfi 3-ün üzərinə bəs mənfi 2 gələndə bu da eləyəcək mənfi 5. Mənfi 5 harada yerləşir? Mənfi 5-də bu adı mənfi 5-in üzərinə gələndə 2 eləyəcək mənfi 7, mənfi 7 R-dır. Mənfi 7-in üzərinə 2 gələndə mənfi 9 F-dır. Artıq mənfi 9-un üzərinə 2 gələndə mənfi 11 eləyir. Amma biz bilirik ki, bu son daxil deyil. Bunu mütləq qeyd edin. Daxil deyil. Bəzən ola bilər ki, uşaqlar siz yazmısınız o aralıqda belə deyək də, məsələn belə bir şey eləyək. A yazmışam, mənfi 1 nöqtə 2 nöqtə mənfi 11. Məsələn 2 addım yazaq. Bu zaman baxın boşlu bir dırnaq çıxdı. Niyə görə? Çünki boş dırnağı da göstərin. Bəzən görəcəksiniz elə bir şey də ola bilər. Yəni boş da çıxa bilər. Çünki bu aralıq artıq yoxdur. Yəni müəyyən deyil. Mənfi 1 buradan başlayır, 0 buradan başlayır. Mən deyirəm ki, mənfi 1 2 vahid artsın, mənfi 11-ə qədər. Bu mənfi 1 ilə mənfi 11 arasında, bu müsbət 2 addımdan irəliyə bilmərəm mən. Çünki mənfi üzərinə, məsələn, mənfi 2 gələndə bu mənfi sola doğru hərəkət elədi. Üzərinə amma müsbət 2 gələndə bu sağa doğru hərəkət eləməlidir. Sağa doğru hərəkət edəndə də sağda artıq heç bir simvol qalmadığına görə, yəni ümumiyyətlə bu diapozonda mən bu addımla irəliyə bilməyəcəyimə görə burada boş dırnaq çıxmış olacaq. Bu sətirlərdə müraciət, indeksdən müraciət. Bundan əlavə siyahılarda da var.
indeksinə müraciət. Siyahılarla baxaq, nə edə bilərik? Bilirik ki, siyahının elementləri fərqli ola bilər, siyahının özü də ola bilər, siyahının elementi. Bundan əlavə siyahının elementi sətr tipində də ola bilər, sonra float tipdə də, integer tipdə də, yəni fərqli tiplərdə ola bilər. Kvadrat mötərizəsinə başlayırıq siyahımıza. Baxın, əvvəlcə 1, 2 yazdım. Gəl hərəsinə bir dənə yazaq. 1 yazdım, sonra dırnaq içində 2 yazdım. Sonra 2.5 yazdım. Virgül, bir açdım, 1, virgül 2, virgül 3 yazdım. Baxaq. Hələlik bu qədər yetərlidir. İndi gəlirəm, deyirəm ki, A-nın 0-cı indeksində yerləşən elementi 1 yazıram. Bu 1-dir. Və oradan da 0-cı indeksi 1 yerləşir. A-nın 1-ci indeksində yerləşən elementi bu dırnaq içində 2-dir, string tipdə. A-nın 2-ci indeksində yerləşən elementi 2,5-dir. İndi soruşsam sizdən uşaqlar, A-nın 4-cü indeksində yerləşən elementi nədir? A-nın 4-cü indeksində yerləşən elementi, baxın, bu ümumi sətirdir. Siyahıdır, üzrürsən. Yəni, bir dəqiqə, üzrürsən, A4 yazdım. A3 yazmalıydım. Çünki A0, A1, A2 bu A3 olmalıydı. Mən A4 yazdım. A3 yazmalıyam. A3-cü indeksdə yerləşən elementi ümumi bir bu siyahı çıxacaq. Deyirsiniz ki, ay məmə, niyə axı belə çıxır? Çünki bu siyahıya da bir element kimi baxır. Bir element kimi baxır o. Ümumiyyətlə, bu siyahının içərisində olan bütün elementlərə bir element kimi baxır və siyahıya da bir element kimi. Yəni, 0-cı indeks, 1-ci indeks, bu 2-ci indeksdir. Bu da 3-cü indeks. Yəni, 3-cü indeks deyəndə ekrana ümumi bir siyahı çıxacaq. Deyə bilərsiniz ki, məmə, bəs necə elə bilərik ki, deyək ki, 3-cü indeksdə bu 2 çıxsın. Baxıram, 3-cü indeksdə 2 harda yerləşir? 0, 1, 2, düzdür? 3-cü indeksdə yerləşən 2 1-ci indeksdə yerləşir. Yəni, buraya yaza bilərik A3, sonra yaza bilərik A1 dedim də səhv eləmirəmsə. Baxın, bu zaman 2-ci indeksdə yerləşən element gəldi. Deyə bilirsiniz, bəs mənə bu yazılış necədir? Yəni, bu deməkdir ki, siyahımın 3-cü indeksində yerləşən elementinin 1-ci indeksində yerləşən elementini ekrana çıxardı. Baxın, bir də deyirəm. Bu nə deməkdir? Bu deməkdir ki, ümid çəkim qoy. Bu deməkdir ki, mənim siyahımın, deməli, bu 0 idi, bu 1 idi, bu 2 idi, bu 3 idi. 3-cü indeksində yerləşən elementi, bu birinci ümumi siyahının müəyyən indeksdə yerləşən elementidir. Bu ikinci isə həmin siyahının, baxın, deyə bilərsiniz ki, ay məmə, mən bunu digərləri üçün yaza bilərəm. Yox, ay uşaqlar, ancaq siyahı üçün yaza bilərsiniz onu. Bu siyahımın artıq 1-ci indeksində yerləşən elementi. Bu 0-cı indeksdir, bu 1-ci indeks, bu da 2-ci indeksdir. 1-ci indeksdə yerləşən elementi nədir? Yəni, 3-cü bu ümumi siyahının 3-cü indeksində yerləşən elementinin 1-ci indeksində yerləşən elementini ekrana çıxar. Bu da olacaq ki, yazsız 2-ci, 3-ün 2-sini çıxardı, 3 olacaq. 3-ün 0-ını çıxardı, bu da 1 olacaq. Yəni, tək çıxacaq artıq. Siyahılarda da uşaqlar eynidir, sətirlərdəki kimi. Yəni, necə müraciət edə bilərsiniz? İndeksə eynidir hər ikisində. Bu mövzunu, ikisinə aid mövzunu, baxın, mənfilərlə də bura müraciət edə bilərsiniz. Yenə bu -1-dir, bu -2-dir, bu -3-dür, bu -4-dür. Yəni, eyni sətirlər üzərində necə eləyirdiksə, siyahılar üzərində də eynisini eləmək olar. Bu mövzunun videosunu göndərirəm, buna aid sizə tapşırıqlar göndərirəm, bunları icra edin. Daha sonra digər hissənin də izahını verəcəm sizə. Son simvoldur. 3-cü yerdə dayanan isə deməli, addım sayıdır. Bu nə deməkdir? 2-dən başlasın 0, 1, 2. 2, 2 addımdan F, R və A. Artıq A-dan sonrası getməyəcək, F, R, A olacaq. Niyə görə? Çünki 7-nin özü daxil deyil. Onsuz da 2, 2 addım olsa 7-ni görməyəcək. Sadəcə olaraq 6-cı simvolumuz A hərfidir. 6-cı indeksdə yerləşən. Amma növbəti 8-ci indeksdə yerləşən element, yəni 2 vahid sonraki element odur. Amma 7-də bitdiyinə görə ora gedə bilmir və F, R, A, yəni 3 simvolu çap edəcək. Amma bəzən belə bir şey görə bilərsiniz. Deməli, baxın, belə bir şey. Bu nə deməkdir?
Bu o deməkdir ki, başlanğıcın yerində heç nə yoxdursa, biz sıfırdan başlayırıq. Yəni 0, 1, 2, 3, 4 infor. 1, 2, 5 daxil deyil, son daxil deyil, infor söz çıxacaq. Bəzən də ola bilər ki, başlanğıcımız verib, amma son verilməyib. Bu zaman yəni 3-cü indeksdən başlayıram. 0, 1, 2, 3 oradan sona qədər ormatika çıxacaq ekrana. Bəzən isə nə başlanğıc verilmir, nə də son verilmir. Bu zaman isə başlanğıcda son verilmirsə, başdan sona qədər bütün simvollar ekrana çıxmış olacaq. Yəni informatika sözü ekrana çıxmış olacaq. Siyahılarda da belə deyək ki, eynidir bu üsul. Siyahılar üzərində də eynisini icra etmək olar. Bundan əlavə sətirlərin üzərində bəzi metodları biz icra edə bilərik. Hansı metodlardır? Gəlin baxaq. Biz sətirlər üzərində istifadə etdiyimiz ilk metodumuz upper metodudur. Upper metodu nədir? Upper metodu yazıram simvolları böyük simvola çevirir. Yəni, hər birinin öz qarşılığı sadəcə böyük hərfə çevirir. Yəni, məsələn, yazıram A bərabərdir, dırnaq içərisində informatika. Eyni misal üzərində izah edirəm sizə. Sonra print yazıram. İstəyirsiniz dəyişənə müraciət edib sonra print edə bilərsiniz. Birbaşa printin içərisində verə bilərsiniz. Necə yazılır bizim metodlarımız? Baxın, metodların funksiyalardan fərqi budur. Metodlarda birinci dəyişənin adı yazılır, sonra nöqtə qoyulur, sonra metodun adı yazılır. Və metodun adı təkcə bu deyil. Metodun yazılışı upper'dır. Mötərizə açılır, mötərizə bağlanır və printin öz mötərizəsini açmışam, amma bağlamamışam. İndi onun mötərizəsini də bağlayıram. Deyirəm ki, A dəyişənin bütün simvollarını upper elə, yəni böyük simvola çevir. Baxın, görürsünüz, əslində kiçik hərflər idi, hər biri baş hərfə çevrildi. Bundan əlavə var lower metodu. Lower metodu nədir? Bu metodun, yəni upper'ın əksi simvolları var. Kiçik simvola çevirəcək. Kiçik simvola çevir. Gəlin bunu da eyni misal üzərində yazaq. Sadəcə böyük hərflə yazaq. İnformatika mötərizəni bağlayaq. İndi deyirəm printin daxilində print mötərizəni açaq. Yazıram metodumun adını. Bir də üzrsən A dəyişənin adını nöqtə. Metodumun adını mötərizə açılır. Mötərizə bağlanır və printin mötərizəsi yenidən bağlanır. Bu zaman nə oldu? İnformatika sözü kiçik hərflərlə çap olundu. Əslində böyük hərf mənimsətmişdim, kiçik hərflə çap olundu. Bundan əlavə üçüncü bir metodumuz var, capitalize metodu. Capitalize metodu nədir? Capitalize metodu isə sadəcə baş hərfi böyük hərfə çevirir. Yəni cümlələrdə olduğu kimi. Baş hərfi böyük hərfə çevirir. Yəni metodun yazılışı budur. Yazıram. Burada baş hərfi böyük hərfə çevirir. Yazaq indi. A bərabərdir. Kiçik hərflə yazıram. İnformatika dırnağı bağladıq. İndi print yazırıq. Printin daxilində dəyişənin adı, nöqtə, metodun adı. Metodun adlarını yazarkən düzgün yazın. Əgər bir hərfi belə səhv yazsanız, proqramlaşdırma dili onu başa düşmür və dərhal xəta verəcək. Kapital. Aha. Baxın, nə oldu? Sadəcə ilkin hərf informatika sözündə i hərfi böyük hərfə çevrildi. Bundan əlavə burada var count metodu. Count metodu isə mötərizənin içərisində verilmiş simvolların sayını ekrana çıxardır. Yəni, A dəyişənə mən informatika sözü sətri mənimsətmişəm. İndi elə birbaşa printin daxilində yazaq bunu da. Printin daxilində yazıram. Baxın, dəyişənin adını necə digərlərdə yazdığım kimi A nöqtə yazırıq. Metodumuzun adını yazırıq. Yazmağı unuttum, məlumat verməyi. Count saymaq deməkdir. Daha sonra mötərizəni açırıq. Digərlərindən fərqli olaraq artıq bunun daxilində, mötərizəsinin daxilində mən nəyi sayacağam, hansı simvolu sayacağam, onu yazmalıyam. Sonra gəlin sizə xatırlatma olsun deyə mən bura böyük bir A yazım və mötərizəni bağlayım. Baxın, deyirəm ki, burada böyük A-nı say. 0 olacaq. Mən sizə demişdim keçən dəfə də ASCII cədvəlindəki olduğu kimi Pythonda da böyük hərflə kiçik hərfin fərqi var. Amma mən gəlib bu eynisini burada kopyalasam,
Bu dəfə, bu dəfə balaca A-nın sayını soruşsam, baxar nə verəcək bizə? 2 verdi. Doğrudan da 1, 2. 2 dənə balaca A hərfimiz var. Bu metodlarla tanış olduq. Bundan əlavə baxaq. Hansı metodlarımız var? Bizim bundan əlavə strip metodu var. Strip. Strip metodu nədir? Baxın, yazıram metodun adını. Strip. Strip metodu kənarlardan boşluqları silir. Çox istifadə olunan metod deyil, amma yenə də bilməyimiz çox vacibdir. Bu metodu split metoduna qarşıdırırlar. Split bölmək deməkdir, strip isə boşluqları silmək deməkdir. Gəlin yazaq, A bərabərdir, dırnağı açıram. Buradan boşluqlar qoyuram. Yazıram tutaq ki, alma sözünü, yenidən bir boşluqlar qoyuram. Dırnağı bağlayıram. İndi gəlirəm printin daxilində yazıram A nöqtə strip mötərizə açılsın və mötərizə bağlansın. Baxın, nə oldu? Alma sözünün əvvəlində və sonundakı bütün boşluqları sildi və alma sözünü təkcə ekrana çıxartdı. Bundan əlavə burada replace metodu da var. Replace metodu nədir? Əvəz etmə deməkdir replace, ingiliscəsində olduğu kimi. Replace metodu isə birinci verilən simvolu ikinci simvolla əvəz edir. Və birinci verilən sözü ikinci sözlə əvəz edir. Belə yazaq ki, birinci yerdə dayananı ikinci ilə əvəz edir. Məsəl üçün, nə yazaq? A bərabərdir yazıram yenə. Mötərizə içərisində deyirəm ki, Qırğızistan, sonra printin daxilində birbaşa yazıram. Print A nöqtə replace mötərizəsini açıram. Birinci yerdə nəyi dəyişdirmək istəyirəm? Qırğız sözünü. Necə yazılıbsa, böyüyü böyüylə, kiçiklə elə. Qırğızı nə ilə dəyişdirmək istəyirəm? Yazaq. Dırnağı mötərizəni bağlayaq. Ümumi mötərizəni bağlayaq. Baxa, görə bir problemimiz yoxdur. Qazaxıstan. Bundan əlavə sonuncu metodumuz find metodu. Find metodu da mənası nədirsə elə onu icra eləyir. Find metodu tapır. Find metodu nəyi tapır? Verilən simvolu verilən aralıqda tapır. Çox vacibdir find metodu, çox istifadə olunan metodlardan biridir. Məsələn, A bərabərdir. Yazaq, deməli, informatika. Yeni yazıram. Sonra, baxın, printin daxilində yazıram. Göstərəcəm sizə nəyi. Deməli, dəyişənin adı nöqtə, metodun adı, mötərizəni açırıq və mütləq siz sətr yazırsınızsa, görsə dırnağın içərisində yazmışam. Mən də simvol bu sətr tipində olduğuna görə dırnağın içində yazmalıyam. Dırnağın içində yazıram. Məsələn, i hərfini. Mən deyirəm, bu i hərfini birinci indeksdən 9-cu indeks arasında tapsın. İndeksi neçədir? Baxaq, i hərfi 1-ci indeks, 9-cu indeks. Mötərizələri bağladıq. Baxın, 8. Aha. Deyə bilərsiniz ki, ay müəllimə, axı bayaqlar birinci i-ni çıxartdı. Ay uşaqlar, bu belədir əslində. Doğrudan da bu i-yə bu indeks arasında 100 dənə deməyək. Peki, hamısı 1-dən 9-a qədər hamısı i-dir. O zaman hansı i-ni çıxardacaq? İlk rast gəldiyi i-ni çıxardacaq.
Burada da əslində cümlədə, sözümüzdə ilk indeks, yəni 0-cı indeksdə yerləşən idi. Amma mənim aralığım 1 ilə 9 arasındadır. O zaman mən bunu görmür proqram. Yəni onu çıxarda bilmərəm. Mən nəyə baxacağam? 1 ilə 9 arasına baxacağam. Burada da 1 ilə 9 arasında bir dənə i var. Onun da indeksi 8-ci indeksdə yerləşir. Uşaqlar, find-ın niyə görə çox maraqlı metod olduğunu sizə deyirəm. Çünki find metodu maraqlı bir belə deyək ki, hissəsi var. Nədir bu maraqlı hissəsi? Suallarda var, testlərdə var, düşür. Find metodu əgər bizim simvolumuz verilən aralıqda deyilsə, ümumiyyətlə tapmırsa, o zaman ekrana xəta çıxartmır. Ekrana sadəcə -1 çıxardır. Gəlin baxaq. Baxın, gəlin i böyük i verdim. Gəlin indi bir enter basaq. Baxın, -1 çıxartdı. Çünki bu böyük i ümumiyyətlə mənim sözümdə yoxdur. Bu aralıqda da ümumiyyətlə yoxdur. Olmadığına görə xəta vermir, -1 verir. Yeganə metoddur ki, simvol tapmayanda ekrana -1 çıxardır. Sonra necə eləyə bilərik başqa? İndi mən sizə siyahılarla bağlı bəzi metodları göstərim. Deməli, siyahılarda hansı metodlar var? Baxaq, sətirlərə baxdıq. Siyahılar üzərindəki metodlardan biri sum metodudur. Sum cəmləmək deməkdir. Yəni, summary sözündən götürülüb cəmləmək deməkdir. Elə birbaşa olaraq yazacağım, çox qısadır çünki. Deməli, sum metodumuz var. Elementləri cəmləyir. Qısaca yazaq. Cəmləyir. Bundan əlavə maksimum metodumuz var. Belə bir şey yazılır. Yəni metodların fərqi budur ki, metodlar bu funksiyalarda daha doğrusu sum, maksimum funksiyası, sum funksiyası, minimum funksiyası bunlar bu formada yazılır. Maksimum, sum, yəni nöqtəli metodlar kimi yazılmır. Maksimum ən böyük elementi çıxardır, elementi ekrana çıxardır. Bir də var minimum. Əslində bunlar kiçik hərflə yazsam daha yaxşıdır. Minimum nə iş görür? Minimum isə ən kiçik elementi ekrana çıxardacaq. Ən kiçik elementi. Gəlin baxaq, yazım sizin üçün A bərabərdir. Məsələn, yazmışam A bərabərdir. 23,12,34. Yəni deyirəm sum mötərizənin içərisində A. Yəni A dəyişənin elementlərini cəmlə. Baxın, görürsünüz, metodlar necə yazılırdı? A nöqtə, sonra metodun adı yazılırdı. Funksiyalarda isə funksiya yazılır, mötərizəsinin daxilində isə hansı dəyişənin üzərində işləməlidir, həmin dəyişənin adı yazılır. Baxın, 69 cəmlədi bunları. Baxaq, 23 üstəgəlsin 34 eləyəcək 47, 47 üstəgəlsin 12-də 57 üzrü sayın, o da eləyəcək 69. Uşaqlar, belə bir şey də yazılan, deyə bilərsiniz ki, müəllimə, bu sətirlər üzərində işləyir. Xeyr, sətirlər üzərində işləmir. Sum sadəcə ədədlər üzərində işləyən bir metoddur. Funksiyadır, üzrü sayın. Yaxın yazıram, sum mötərizədə A yazıram. Xəta verdi. Çünki sumda deyək ki, tipləri integer olmalıdır və integer tipindən biz string tipdə toplaya bilmərik. Ümumiyyətlə, sum ədədlər üzərində işləyir. Həmçinin maksimum, minimum isə ondan fərqlidir. Ədədlər üzərində işləməyə də bilər. O da çox vacibdir, göstərəcəm sizin üçün. Yenə eynisini yazıram ki, daha tez alınsın. Ctrl-C yazıram sizin üçün. İndi deyirəm ki, maksimum A. Yazıq ki, asandır, 34-dür, donsuz burada. İndi gəlirəm burada minimum A. Burada bilirsiniz ki, 12 çıxacaqdır. Yəni, ədədlər üzərində asandır. Bunun əsas hissəsi bunun simvollar üzərindədir. Yəni, sum nə qədər sətirlər üzərində işləsə də, amma maksimum və minimum, daha doğrusu sum nə qədər sətirlər üzərində işləməsə də, maksimum, minimum isə sətirlər üzərində işləyir. Məsələn,
Baxın, gəlin baxaq. Yəni necə sətirlər üzərində işləyir? Siyahının daxilindəki sətirlər üzərində işləyir. Yazmışam dırnaq içərisində A, vergül, dırnaq içərisində 1. Çox yazmayacağam. Vergül, dırnaq içərisində böyük A, vergül, dırnaq içərisində böyük S, vergül, dırnaq içərisində R. İndi mən sizə desəm ki, uşaqlar, burada maksimum element nədir? Maksimum element nədir? Sizcə nə olar bunun maksimum elementi? Baxın, aski cədvəlini yadınıza salın. Aski cədvəlində necə idi? Aski cədvəlində birinci işarələr, sonra rəqəmlər, sonra böyük hərflər, sonra da kiçik hərflərdir. Burada da eynisidir. Yəni, burada niyə görə eynisidir? Eyni yəni üsulla gedilir də. Baxıram ki, məsələn, belə fikirləşin də, Azərbaycan dil əlifbasında 32 hərfimiz var. Mən sizə desəm ki, ən böyük hərf hansıdır? Deyəcəksiniz ki, ən sonuncu gələn hərf. Yəni sırasına görə ən böyük hərf hansıdır? Sırasına görə ən böyük hərf ən sonuncu gələn hərfdir, yəni Z hərfidir. Ən kiçik hərf isə A hərfidir, çünki o hamıdan əvvəl gəlir, yəni bütün hərflərdən əvvəl gəlir. Deməli, burada da maksimumu olacaq bunun R hərfi. Çünki dediyim kimi birinci rəqəmlər, sonra böyük hərflər, sonra kiçik hərflər gəlir. Kiçik hərflərə də baxırıq ki, maksimum bir A ilə bu R arasında qalacaq. Baxır ki, R A-dan sonra gəlir, deməli maksimum R-dır. Və istəsəm sizə minimum nədir? Minimum hansıdır? Minimumu da 1-dir, çünki bayaq da dediyim kimi birinci rəqəmlər gələcək. Bu asandır. Bəs bunun çaşdırıcı hissəsi nədir? Çaşdırıcı hissəsi odur ki, ancaq sətirlər olsun. Məsələn, A, B, vergül, A, B, bir dəqiqə, B, S, vergül, sonra A, vergül, birdən də yazım, B, S, A. İndi mən sizə desəm ki, uşaqlar, burada minimum hansıdır? Minimum. Nə cavab verərsiniz? Baxın, minimum. Sizcə nəyə görə açıqdır? Baxın. Deməli, necə baxırıq burada? Necə baxırıq? Birinci hərfə ilkin baxır. Birinci hərf. Burada da A-dır. Ta ki, burada da A-dır. Burada da A-dır. Bu onsuz B-dir. Onsuz bunlardan böyükdür. Bunu saxlayıram. Bunların sonra ikinci hərfinə baxır. Yəni, onsuz bunlar arasında simvollara baxanda ən az simvol bu A-dadır deyə minimumu A-dır. Bu heç. Amma bunların hər biri, yəni bunlar üçü də A-la başladığına görə belə də. Amma gəlib baxanda burada bunun ikinci simvolu da A-dır. Bunun ikinci simvolu da A-dır. Bunun üçüncü simvolu B-dir. Bunun üçüncü simvolu B-dir. Amma bunda dördüncü simvolu yoxdur. Bunda isə C-dir. Baxın, gəlin başqa misalda yazacağım. Baxın, bir dənə maksimum A yazsaq, bu zaman BC çıxacaq onsuz da. Bir dənə bu yazdığıma bir dənə düzəliş eləyim. Tam demək istədiyimi deyim orada. Bir dəqiqə. Bunu A yazmayayım. Yəni, bunu A yazmayayım. Bunu bir C yazım. Bunu C yazım. Bunu bir D yazım. Bunu da A yazım. Hə. İndi mən sizə desəm ki, uşaqlar, bunların içərisində minimumu hansıdır? Minimumu hansıdır? Cavab verərsiniz. Deyirsiniz ki, tutaq ki, D. Niyə görə D? Deyirsiniz ki, o bir dənə hərfdir, ona görə tək hərfdir, digərləri isə daha çoxdur. Belə baxanda ən çox hərfi olan bu A, B, C-dir, amma ən kiçiyi odur. Niyə görə? Çünki ilkin birinci hərfə baxırıq. Birinci hərf burada C-dir, burada A-dır, burada D-dir, burada B-dir. Əgər əlifba sırasından baxanda ən əvvəl gələn ən kiçik hesab olunur. Burada da ən əvvəl gələn A olduğuna görə artıq bunun ikinci hərfinə baxmır, müqayisə eləmir. Elə birbaşa A-nı minimum olaraq çıxardır. Yəni bu A, B, C sətri. Bəs ən böyükdə isə, ən böyük baxanda ki, A-dır, sonra B gəlir hərf olaraq, sonra C gəlir, sonra D gəlir. Nə olsun D hərfi bir rəqəm, bir hərfli, yəni bir simvolu hərfdir. O ən
sonra gəldiyinə görə, baxmayaraq ki, bir simvoldan ibarətdir, bu siyahının ən böyük elementidir. Başqa görüm nə deyə bilərəm sizin üçün. Sonra deməli metodlar var siyahılar üzərində. Bu metodlara baxaq. Bayaqlar sətirlər üzərində metodlara baxmışdıq. İndi isə siyahıların üzərində metodlara baxaq. Siyahılar üzərində metodlar isə belədir, qeyd edirəm. Birinci metodumuz append metodudur. Append sözü əlavə etmək deməkdir. Yəni verilən sözü, verilən simvolu siyahıya əlavə eləyəcək. Əlavə edir. Qısaca yazıram. Baxın, siyahını qısa bir siyah yazacağım. Deyim 1, 2, deyərsiniz ki, belə yazsaz, təkcə integer tipdədir. Xeyr, sadəcə olaraq tez olsun deyə yazdım. İndi mən bura əgər bir simvol əlavə etmək istəyirəmsə və ya söz əlavə etmək istəyirəmsə, sətirlərdə necə idi metodların yazılışı? Birinci dəyişənin adını yazırdıq, sonra metodun adını yazırdıq, sonra artıq nəyə əlavə eləyəcəksə, birbaşa deyək də onun adını yazırdıq. Məsələn, mən buradakı 4 sətri əlavə etmək istəyirəm. Mötərizəni bağladım. İndi baxın, A-nı print A-da yaza bilərəm, ekrana çıxarda bilərəm. Birbaşa bunu printin içərisində yaza bilərəm. Deyirəm print A. Baxın, artıq görürsünüz, yeni sətri, yəni A dəyişənin yeni qiymətində artıq 4 də var. Çünki ora mən onu append elədim. Bəs sonra deyə bilərsiniz ki, əlavə elədim mənim və silən var. Bəli, var. Silən metodda remove metodudur. Remove silir. Bir də delete metodu var. Hər ikisi silir. Remove da silir, delete də silir. Fərqlərini izah eləyəcəm. Əvvəlcə biz remove-a baxaq. Eynisini gəlin elə burada yazım. Ctrl V elədik. Yenə biz dəyişənimizin adını, remove metodumuzun adını yazıram və hansı simvol silinəcəksə, həmin simvolu mən qeyd etməliyəm. Məsələn, yazıram 2. Remove 2-ni. İndi baxın, A-nı çağırsam və ya print eləsəm, A-nı çağıranda ekrana çıxardır, print eləyəndə isə ekrana çap olunur. Burada görürsünüz 1-3-3 oldu. Artıq yəni bura baxmayın ha. Mən buradan başlamışam yeni sətrə. Yəni siyahımın artıq elementləri bunlardır. O zaman burada 1 2 3 və sətr 3 var. 2-ni sildi, qaldı 1 3 3. Deməli remove silir. Gəlin delete-ə baxaq. Remove-la delete-in mən sizə fərqini göstərim. Baxın, remove verilmiş elementdən silir. Yəni elementi verirəm, hansı elementi verirəmsə, belə deyək də, həmin elementin özünü silir. Amma delete isə qısaca del yazılır, indeksdən silir. Gəlin baxaq. Eynisini yazaq. A bərabərdir yazdım. İndi mən deyirəm ki, del, qısaca del, kvadrat mötərizə açıram. Bir dəqiqə del. Kvadrat mötərizə açıram. Deyirəm ki, kvadrata bağladım, mötərizəni bağladım. İndi A-nı çağırdıq. Deyə bilərsiniz ki, gəlin bunu bir də mən sizin üçün qəşəngcə izahını verim. Deyə bilərsiniz ki, ay müəllimə, yaxşı ikisi də sildi. Del də sildi, remove da sildi. Bunların fərqi nə oldu bunların silməyində? Bunların fərqi odur ki, baxın, remove-a baxın, delin qeydiyyatını yazmamışam, yazaram. Remove nə elədi? İkinci simvolu sildi. 2 simvolunu sildi. Aha, birdən də qeyd edəcəm. 2 simvolunu sildi. Sildi. Yəni 2 simvol sildi. Del nə elədi? İkinci indeksdə yerləşən elementi sildi. Yerləşən element. Element. Silir. Yəni 0, 1, 2, 3'ü. Integer tipdə 3'ü sildi. Amma string tipdə olan 3 qaldı. Gəlin belə bir şey eləyək uşaqlar sizlə.
Gəlin mən eynisini yazım. Eynisini yazım. Başqa bir şey göstərim sizə. Hə. Burada yazım dəyişiklik eləyim bunu. Gəlin. Remove izah eləmək istəyirdim sizə. A nöqtə remove. Yenə 2-ni silirəm. İndi bəzən uşaqları çaşdırmaq üçün deyirlər ki, mən bu ikisi də silinir. Bütün ikilər silinir. Xeyr. Remove ilk hansı ikiyə rast gəlirsə, ümumiyyətlə mötərizənin içərisində simvol yazmışamsa, o simvola ilk harda rast gəlirsə, orada silir. Yəni ilk harda rast gəlib burada 1 ilə 3-ün arasında onu siləcək. Amma 3 ilə bu sətr tipindəki 3-ün arasındakı toxunmayacaq. Çünki baxın görürsüz necə var, elə yerində qaldı. Çünki ilk bir dənəsini silir, o da ilk rast gəlindiyi yerdə. Harda gəlirsə orada. Sonra indeks deyə bir metodumuz var. İndeks metodu nədir bəs? İndeks metodu elementin indeksini ekrana çıxardır. Yəni mən hansı mötərizənin içərisində yazdığım elementin indeksini ekrana çıxardıram. Baxın, A nöqtə indeks yazıram. İndeks mötərizənin daxilində indeksini ekrana çıxartmaq istədiyim elementin adını yazıram. Məsələn, 3-ün. 3-ün indeksini ekrana çıxartmaq istəyirəm. Baxın, 2-dir 3 indeksi. Doğrudan da 0, 1, 2. Bir də var insert. Baxın, append də əlavə eləyir, insert də əlavə eləyir. Insert verilən indeksə əlavə edir. Verilən indeksə əlavə edir. Simvolu, sətri, yəni simvolu belə deyək ki, verilən indeksə simvolu əlavə edir. Qısaca yazıram. Simvolu əlavə edir. Append nə edirdi bəs? Append isə sadəcə olaraq siyahının sonuna əlavə edirdi. Gəlin inserti yazaq. Deməli. Yeni dəyişənimizin adını yazıram. Sonra metodumuzun adını yazırıq. Insert metodu. Mötərizəni açıram. Mötərizənin içərisində, daxilində mən hansı indeksə əlavə etmək istəyirəmsə elementi, həmin indeksi. Baxın, birinci indeksi yazıram. Məsələn, baxaq, 0-cı indeksə, yəni bu 1-in yerinə mən əlavə etmək istəyirəm 5 elementini. Mötərizəni bağlayıram. İndi A dəyişəni çağırdım. Baxın, artıq 0-cı indeks burada 1 idi. Burada artıq mən 0-cı indeksə 5-i əlavə etdiyim deyə artıq 0-cı indeks 5 oldu. 1 isə buralar siyahılar üzərində metodlardan qaldı sort, bir də reverse. Sort əvvəlcə göstərək. Sort nə edir? Sort əlifba sırasını yəni ardıcıllıqla düzür. A bərabərdir. Tutaq ki, yazmışam ki, 2, 4, 3, 6, 5. Və deyirəm ki, əvvəlcə dəyişənin adı, sonra nöqtə metodun adı, mötərizə açılsın, bağlansın. Yəni A dəyişənin elementlərini ardıcıllıqla düz. A dəyişənini çağıranda, baxın 2, 3, 4, 5, 6 ardıcıllığına düzəcək. Həmçinin əgər bunu sətirlər üzərində icra edirəmsə, sətirlərdə də eyni ardıcıllığına düzəcək. Bayaq dediyim kimi, ASCII cədvəlinə əsasən bunu qeyd edeyim uşaqlar. Sortdur. Sonra maksimum, minimumdur. Eyni tip üzərində işləyir. Eyni tip simvollar üzərində işləyir. Belə qeyd edelim. Simvollar üzərində işləyir. Yəni siz əgər siyahının daxilində sətirlə integer tipi yazıb onları sort etmək, maksimum etmək, ümumiyyətlə minimum etmək yazmısınızsa o zaman xəta verəcək. Bir dənə yazaq. Baxın, bunun üzərində gətirirəm. Bax ki, hələ bir dənəsini mən dırnağın içine salım. Gəlin burada A nöqtə sort edim. Dərhal xətasını verəcək. Və ya maksimum A edim. Xəta verəcək. Və ya minimum A edim. Xətanı verdi. Fərqli tiplərdir çünki.
Sətirlərin, siyahıların uzunluğunu tapmağa baxaq. A bərabərdir. Əvvəlcə bir sətr yazaq. Sətrin uzunluğunu tapmaq üçün len deyə bir funksiya var. Len funksiyası sətrin siyahının uzunluğunu, yəni simvolların sayını tapır. Len A 11 çıxdı. Doğrudan da informatika sözü 11 hərflidir. Baxın uşaqlar, sadəcə simvollar sayır. Yəni ədədlər üzərində belə integer tipdə işləmir. Amma siyahının tipi, yəni siyahının elementləri daha doğrusu ədəd olarsa, integer tipdə olarsa, onları asanlıqla sayır. Amma normal halda ədədlər üzərində işləmir. Bu zaman doğrudan da 1, 2, 3, 4 dənə elementi var. Bir də siyahının reverse adlı bir metodu var. Ona da baxaq. Reverse nədir? Tərs ardıcıllıqla düzür. Məsələn, yazmışam 3, 2, 7, 8. Reverse nədir? A nöqtə reverse. Word tərsi açılır və word tərsi bağlanır. Reverse tərs açılır üçün. Yəni soldan sağa yazdığımızı sağdan sola 8, 7, 2, 3 şəklində düzəcək. Bu da bizim reverse'ümüzdür. Bu qədər uşaqlar hələ ki bu dərslərdən. Tamam.